Əbu Hureyra, Allah ondan razı olsun, rəvayət edir ki, bir dəfə Allah elçisi sallallahu aleyhi və səlləm bizə xütbə deyərək buyurdu: Ey insanlar, Allah sizə həcc etməyi vacib buyurmuşdur. Mihsan əl-Əsədi ayağa qalxıb dedi: Ey Allahın elçisi, hər il? O dedi: Əgər mən bəli desəm, hər il həcc etmək sizə vacib olacaq. Vacib olduqdan sonra onu tərk etsəniz, yolunuzu azacaqsınız. Elə isə susun və sizə əmr etmədiyim bir şeyin hökmü barəsində məndən heç nə soruşmayın. Həqiqətən sizdən əvvəlki ümmətləri yersiz sual verməkləri və peyğəmbərlərinə müxalif olmaları məhv etdi. Bu zaman Uca Allah bu ayəni nazil etdi. Ey iman gətirənlər! Sizə agah olunca xoşunuza gəlməyəcək şeylər barəsində soruşmayın. Maida surəsi 101-ci ayə. Təbəri 12856-cı hədis.